Bu qələbəni biz bizim qəhrəman hərbiçilərimizə borcluyuz, şəhidlərimizə borcluyuz. Mən Şirinli Vahid Mehmanoğlu, Tatar Qaraqoyunlu Qiyaslı Yurda Qayıdış İctimai Birliyi və Kəndlər Şurasının adından ölkə hüdudlarımızda və o cümlədən hüdudlarımızdan kənarda yaşayan öz həmvətənlərimizin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Onlara işlərində uğurlar, möhkəm can sağlıqlar diləyirəm. Mən Ağayeva Aygün Mürvət qızı, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evi uşaq bağçasında çalışıram. Qubadlı rayon Tatar Qaraqoyunlu Qiyaslı kənd icmasının Gənclər Komitəsi sədr müaviniyəm və Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Mən Şirinli rayonunda Yardımlı rayon sənətkarkən məktəbində ingilis dillərinin üçün fəaliyyət göstərir. Arzum budur ki, Qubadlımız, Tatarımız yenidən azadlaşdırılsın, gözəlləşdirilsin və mən fəaliyyətini öz yurdumuzda davam etdirir. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə bizi ürəkdən təbrik edir. Dünyanın arasında yaşamağımızdan asılı olmayaraq, milli birliyimizin, həmrəyliyimizin daimlikə olmasını arzulayırıq. Vətənimiz Azərbaycan hər zaman qüdrətli və qalib olsun. Salam aleykum, mən Ruhun Vəliyev. 11 ildə Almaniyada yaşayıram. Həmrəylik Günü münasibəti ilə həm öz ölkəmizdə, həm də fərqli ölkələrdə yaşayan bütün Azərbaycanlıları ürəkdən təbrik edirəm. Salam, mən Mehdiyev Ələman, artıq 9 ildir ki, Almaniyada yaşayıram. Həmrəylik Günü münasibəti ilə Avropada yaşayan bütün Azərbaycanlıları ürəkdən təbrik edirəm. Adım Hüseyin qızı Şirinova, Sumqayıt şəhər Oxucusundan Xamakda məktəbində ixtisas etməyimi işləyirəm. Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətində təbrik edirəm. İnşallah biz də vaxt gələr, zaman gələr, öz işğaldan azad olmaq istəyirəm. Bərpa olsunlar, biz də gelib öz torpaqlarımızda işləyərik. Mən Mehdiyev Nəzakət Ələsif qızı, Dünya Azərbaycanlıların Həmrəylik Gününü təbrik edirəm. Allah Taala ölkəmizə, bütün millətimizə can sağlığı versin, ruzi bərəkət versin. İnşallah o gün olsun ki, öz kəndimizə, öz elimizə, obamıza, öz rayonumuza, Qubadlı rayonumuza, Tatar kəndimizə qayıdaq. Necə belə gözəl illərə keçsinlər inşallah. Bir daha təbrik edirəm. Mən Məmmədova Könül Tofiq qızı, hazırda Qorat qəsəbəsində yaşayıram. Hər birinizi Dünya Azərbaycanlılar Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Möhtərəm Prezidentimiz İlham Əliyevidən bayram münasibəti ilə təbrik edirəm. Allah Taala hər birinizə can sağlığı versin. Mən Əliyeva Aynur Səxavət qızı, Tatar kəndində dünyaya göz açmışam və o kəndin bir sakini olaraq hər zaman qürur hissi keçirmişəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqımızı, o cümlədən bütün cəmaatımızı səmimi qəlbdən təbrik edirəm. Birliyimiz, sevgimiz əbədi olmağını arzulayırım.